Hər vaxtınız xeyir olsun, nəsə dəyərli izləyəcəyimiz. Hər zaman olduğu kimi həftə sonlarını yaşayırıqsa, bazar günlərinin dəyişməz mütəxəssisi ilə çox maraqlı bir efir bizi gözləyir və qeyd eləmək istəyirəm ki, bugün təqvimlərimizdə 15 iyun tarixini yaşayırıq və qeyd eləmək istəyirəm ki, Azərbaycan Respublikasında qeyd edilən rəsmi bayramlardan birini bugün yaşayırıq. 1997-ci ilin 15 iyun tarixindən etibarən bugün bayram elan edilib və hər kəsin, hər bir Azərbaycanın Milli Qurtuluş Bayramı münasibətindən təbrik edirəm. Hər zaman bayramlar, seyranlar bol olsun bizim Azərbaycanımızda. Qeyd eləmək istəyirəm ki, hər zaman bayramlarda gözəl əhval-ruhiyyədə olmağımız üçün mütləq canımızın sağlam olması və heç bir orqanımızın ağrımaması gərəklidir ki, elə orqanlarımızın ağrımaması üçün, canımızın sağlam olması üçün Mirzəli doktorun çox gözəl bir sözü var ki, canımızın sağlam olarkən profilaktik check-uplardan keçməli. Çünki Allah Taala'nın bizə verdiyi bu ödənişsiz, təmənnasız sağlamlığımızı, can sağlamlığımızı elə zamanında sağlamkən qeydinə qalmalıyıq ki, elə Mirzəli doktorun adını çəkmişkən hər bazar günü çiyin-çiyinə proqram apardığımız və yalnız zövq aldığımız bir adam var ki, o da dediyimiz kimi ölkə üzrə ən tələbatlı androloq, ən tələbatlı dermatoveneroloq, Andromit tibb mərkəzlərinin təsisçi rəhbəri və eyni zamanda baş həkimi doktorumuz siz ki, Mirzəli doktor Cəfər Quliyevdir. Xoş gəlmişsiniz doktor. Çox sağ olun. Bayramınız mübarək olsun. Bayramınız mübarək olsun. Həm bugünkü qurtuluş gününüz, həm qarşıdan gələn həkimlərin peşə gününün özəl gününüz, hamısı gözəl olsun. Bəli, ona da az qalıb. Xoş gəlmişsiniz. Bayramınız mübarək. Çox sağ olun. Bütün Azərbaycan xalqını təbrik edirəm. Hamıya can sağlığı, uzun ömür arzu edirəm. Bəzən həkimlər deyir ki, niyə can sağlığı? Bizə lazımdır ki, hamısı sağlam olsun ki, bizim də yanımıza profilaktik yoxlanmaya gəlsin. Doktor, əslində kişi sağlamlığı deyiləndə hər kəsin fərqli-fərqli anlayışlar gəlir ağlına, amma istəyəcəm sizdən soruşaq. Nədir kişi sağlamlığı ümumilikdə? Gülnar xanım, istəyir kişi sağlamlığı, istər qadın sağlamlığı, istər uşaq, istər digər sağlamlıq elə sağlamlıqdır. Deyir, o Molla Nəsrəddin bir dəfə dərsdə müəllim ondan sorur ki, cisim nəyə deyilir? Molla Nəsrəddin deyir ki, dünyada olan bütün cisimlərə cisim deyilir. Yəni sağlamlıq elə sağlamlıqdır. Sadəcə olaraq qadın sağlamlığı biz bunu ayırmaya bilmərik. Kişi sağlamlığı ayrı. Çünki bəzən kişi problemlərindən danışanda bəzi xanımlar elə fikirləşirlər ki, həmin o simptomlar onlarda varsa, onlarda da həmin orqanlar var və s. Mən başıma gəlib ona görə deyirəm. Sadəcə olaraq kişi sağlamlığı, qadın sağlamlığı fərqi yox. Sağlamlıq elə sağlamlıqdır. Və Allah Taala bizə verdiyi bu sağlamlığın biz qədrini bilməliyik. Yəni, pulsuz aldığımız sağlamlığı biz sadəcə olaraq onun qədrini bilməliyik. Amma biz bilmirik. Baxın, mən bugün bir 84 yaşında kişi gəlib yanıma deyir ki, ay doktor, nəsə deyir, yeriyəndə biraz ayaqlarım deyir, belə arxamca gəlmir, nədən olar? Deyirəm ki, bir ildə bir dəfə prova, yox, mən deyir, bu vaxtacan bir dənə tabletka da atmamışam. Yaxşı bir iş. Deyirəm, dayda daha 84 yaşım var da, işlədikcə qutarır da bu enerji, yüngülvarı onu əlavə eləmək lazımdır da. Deyir, nə bilim, tabletkədən qorxuram, nə bilim, nədən qorxuram, neysə sözümü nəyin üstünə götürürəm. Bəzi insanlar elə fikirləşirlər ki, əgər onlar həkimə gedəcəklərsə, həqiqətən də düzdür, bəzi insanlar elə haqqına narahat olurlar. Həkim ona o qədər şey demiş ki, lazım olmayan şeylər deyəcək ki, o daha da pisləşəcək. Amma həqiqətdə, əgər insan ildə bir dəfə gedib çıkab müayinədən keçsə, o bilsə ki, onun arasında nə problemi var, onun qarşısını alsa, o ömrünün axırına qədər sağlam öləcək. Söhbət burada. Həm sağlam yaşayacaq, həm sağlam öləcək. Ölüm haqdır, hamı öləcək, düzdürmü? Amma bir var sağlam öləsən, yəni yaşın çata, 80, 90, 100 yaşında, siz demiş ki, əcəli ilə ölsün. Bir də var ki, insan 20 il yorğan döşəkdə qalar. O kim qalır yorğan döşəkdə? Şəkər xəstəsidir, özünə baxmır. 3 gün bundan qabaq mənim yanıma bir xəstə gəlmişdi. Demək, təsəvvürə götürün ki, bunun şəkər ölçən aparatı ölçmür, H yazır. Yəni 600-dən yüksəkdir, təsəvvürə götürün. Ayaq demək olar ki, pəncə nahiyə çürüyür. Belə, loru dildə deyirəm çürüyür, amma həqiqətən çürüyür. Qanqren olub da. Deyirəm, xanım, hələ qanqreniyə keçmə. Deyirəm, xanım, niyə belə eləyirsiniz? Niyə yeyirsiniz? Deyir, mən nə yeyirəm bəyəm? Deyirəm, yeməsən şəkərim bu qədər qalxmaz.
Yəni bilirsiniz necədir Gülnar xanım? Biz bütün mövzularda danışırıq. Hamısı, İstər androloji, istər ginekoloji, istər və s. və s. Endokrinoloji. Bu dəqiqə iyun ayıdır. İyul, avqust. Hansı xəstəliyin ən çox yayılan xəstəliyidir? Qızılyel xəstəliyinin yayılan vaxtıdır. Və qızılyel xəstəliyi nəyə görə indiki vaxtlarda başlayır yayılmağa? Meyvə tərəvəzin çıxan vaxtıdır. İnsanlar meyvədən yeyir. Bu fruktoza, saxaroza və s. bunlar orqanizmdə qalxdığına görə, qan laxtalanması kəskinləşdiyinə görə məlum şeydir ki, qan damar dövranında problem yarandığına görə həmçinin də venalarda problemlər yaranır ki, həmin o venalarda yaranan problemlərdən yaranır bizdə həmin bu tromboplevit dediyimiz qızılyel xəstəliyi. Bəzən qızılyel xəstəliyini dəri həkimləri deyir mənimdir, cərrah deyir mənimdir, uroloq deyir mənimdir, hamı deyir mənimdir. Amma yekunda həmin bu Cəfər Quliyev Mirzəli həmin o qızılyel xəstəliyini müalicə edir və öhdəsindən gəlir. Nəyə görə? Dermatoveneroloqlar çox vaxt, məsələn açıq deyim sizə, yəni biləsiniz, başım çəkdiyinə görə deyirəm. Gəlir məsələn üçün artıq ayaqda yaralar əmələ gəlib. Gəlir dəri həkiminin yanına, dəri həkiminin ona bir dənə maz yazacaq, uzaq başı, deyəcək get çək, yaxşı, çox gözəl. Mazı çəkdi, bəs bunun daxili, axı bunun damar problemi var, düzdürmü? Demək bunun böyrək problemi var, bunun qan damar dövranı problemi var. Ona görə burada artıq biz buna yaxınlaşırıq hər tərəfli həkimlik tərəfdən. Biz onun müalicə edirik damarlarını, laxtalanma sistemini, maddələr mübadiləsinin dəyişikliyini və dərisini. Bunun nəticəsində qızılyel xəstəliyinin öhdəsindən gəlirik. Əgər o insan ki deyir ki, mən qızılyel xəstəliyini getmişdim filan həkimə, mənə müalicə eləmişdi, 5-6 aydan sonra tezdən qayıtdı, düzdür. Demək o həkim o müalicəni axıra qədər eləməyib, düz eləməyib. Bayaq dediyim kimi üstdən eləyib, amma arxada qalıb. Yəni ki, qızılyel xəstəliyinin ən birinci müalicəsi onun damar problemini həll etmək lazımdır. Əgər damar xəstəliyi müalicə olunmazsa, üzdən ona maz sürtməklə o xəstəlik sağala bilməz. Kompleks, həm daxildən, həm xaricdən müdaxilə olunmalı. Bəli, burada yenə deyirəm, burada yoxlanılır ətrafın Doppler müayinəsi, kolqulogramma dedimir, burada vacibdir, ümumi qan, şəkər, kreatin, yəni bu analizlər verilməlidir, rematizm və s. Bunlar yoxlanmalıdır ki, bu analizlərə uyğun olaraq həkim müalicəsini yazsın. Bu danışdığımız qızılyel xəstəliyi yalnız qadınlarda olur, daha çox qadınlarda olur, yoxsa həm də bəylərdə? Yox, qızılyel arvad kişi bilmir, kişidə də olur, qadında da olur. Mənim yanıma kişi də gəlir, qadın da gəlir. Düzdür, qadınlarda daha çox təsadüf olur. Nəyə görə? Ona görə ki, qadınlarda 2-ci, 3-cü hamiləlikdən sonra üz venalarında varikoz genəlmə olduğuna görə onlarda qızılyel xəstəliyi daha çox təsadüf olunur. Amma kişilərdə də olur. Mən sizə deyim ki, qadınlarda daha çox tez müalicəyə tabe olur, nəinki kişilərdə. Çünki kişilərdə artıq fəsadlaşmış formada əmələ gəlir və ona görə bəzən qızılyel xəstəliyini başqa xəstəliklərlə səhv salırlar, bəli, və müalicə səhv gedir. Bizə allergiya ilə müalicə eləyə bilərlər, qanqrena ilə müalicə eləyə bilərlər və s. Amma əslində qızılyel xəstəliyi yenə dediyim kimi damar xəstəliyidir və bunu damar həkimi onu müalicə eləyə bilməyəcək. Nəyə görə bilməyəcək? Ona görə ki, o damarı müalicə eləyəcək, dəri qalacaq. Dəri həkimi dərini müalicə eləyəcək, damar qalacaq. Amma Mirzə Cəfər Quliyev bunların hamısını necə deyərlər? Eynən. Bəs müasir andrologiyada klassik yanaşma ilə nə kimi fərqli özəllikləri var? Yəni fərq var ümumiyyətlə bir 30 il öncəsindən indinin müqayisəsi? Gülnar xanım, mən bu günləri çox təəssüf hissi ilə deyə bilərəm ki, bu gün mənim yanımda bir xəstə olub, 28 yaşında oğlan, özünün dediyinə görə, dedi bir 10 gün bundan qabaq, məndə bərk ağrılar oldu, qızdırma oldu, ishal oldu və s. və sidiyimdə qan oldu. İndi gəlmişəm yanva. Yoxlanış zamanı prostat vəzisində, vizual ultrasəs müayinəsində heç nə görükməməyinə baxmayaraq, PSA, yəni prostatın spesifik analizi gəldi, çıxdı bunda 8. 4 olmalıdır, hə? Normal. Norma 4-ə qədərdir. O da 27 yaşında 4 olmaz da, 1-2 olsa. Yəni, bilirsiniz necə, burada yanaşma var.
Məsələn, mən 8-i görüb, o qorxaq həkimlər kimi tez onu göndərərdim başqa yerə. Xeyr. Amma burada göndərməyə ehtiyac yoxdur. Özü dili ilə deyir ki, qızdırmam oldu, qanlı ishal oldu, sidiyimdə qan oldu və s. Yəni? Ola bilər ki, o sidiyə getməsində problemi olub, gücənmə olub və s. Burada PESA-nın cavabı biraz yüksək göstərə bilər. Bu o demək deyil ki, bunda onkologiya var. Ona görə 15 günlük müalicəsini yazdım. Dedim, oğlum, bunları eləyirsən, 15 gündən sonra gəlirsən, təkrar PESA-nı veririk. Əgər əlbəttə PESA cavabı bizi qane etməsə, məlum şeydir ki, mən artıq onu məcburam göndərim. 28 yaşında oğlandır. Androloji check-up nədir bu? Androloji check-up, yəni androloji profilaktik də eləmək olardı. Bəli, profilaktikdir də, bəli. Androloji demək ki, ultrasəs müayinəsi nədən ibarətdir? Qaraciyər, öd, mədaltı vəz, mədaltı vəz, demək, dalaq, böyrəklər, böyrək üstü və sidik kisəsi, toxum kisəsi, xəyalar və xəyaların prostat vəzi, xəyalar və xəyaların dopleri. Bu ümumilikdə biz deyirik buna androloji ultrasəs müayinəsi. Yəni, təkcə prostat keçməklə ona müalicə yazan həkim çox bisavaddır. Təkcə xaya keçməklə ona müalicə yazan. Çünki bunlar biri-biri ilə əlaqəli orqanlardır. Əgər təkcə prostatı ultrasəs müayinədən keçirdib, ona heç analizsiz, zadsız müalicə yazan həkim, demək, tamamilə prostat haqqında anlayışı zəif olan insanlardır. Yadınıza gəlirsə, mən yenə gələcəm o köhnə verilişlərimizdən birinə. Bilirsiniz, uroloq da deyir mən androloqam, terapevt də deyir mən androloqam, o da deyir, bu da deyir. Hamı deyir mən androloqam. Çox gözəl, olun nəyə androloq? Mən bir söz demirəm ki. Amma işi düzgün görsünlər. Amma bacarırsansa oldu androloq. Androloq 2 dənə dərman əzbərləməklə xəstəyə, gizlətmirəm, 4 gün bundan qabaq mənim yanıma o adını beynəlxalq deyə bilmirəm. Nəysə, bir məşhur bir klinikanın həkimi, dırnaqarası həkimi əlbəttə, uroloq da adını qoyub, həm də androloq. Xəstə gedib analiz verib, bunda spermogramma çıxıb 0. Amma spermatogenik hüceyrələr olub, onların analizi ilə. Götürüb buna sertifikasiyadan keçməmiş dərmanlar yazıb. Və o dərmanlar bu insanı tamamilə məhv eləyib. Və mənim yanıma gəlib, təzdən indi 4 gündən sonra analiz verəndə baxdım, gördüm və bunda spermatogenik hüceyrələr tamamilə yoxdur. Amma əvvəl var idi. Əvvəl heç olmasa var idi. Deyirəm ki, bir dənə resept, mən heç vaxt reseptə baxan deyiləm, amma baxdım. Bu reseptə baxıb görürüm ki, ona yazılan dərmanlar, yəni spermoqram əgər 0-dırsa, burada toxum artırıcı dərman yazmaq olmaz. Burada dəqiqləşdirmək lazımdır. 0-dır, niyə 0-dır? Bax, o 0-ı müəyyənləşdirmək lazımdır. Səbəbi nədir? Bəlkə xəyalar inkişafdan qalıb, bəlkə başqa bir problemi var, bəlkə o hormonal problemi və s. və s. Yoxlayıb, bilirsiniz, o yadınıza gəlir, mən bir dəfə dedim, çöpü sındırır, deyir ki, bizim klinikada belə nə bilim nə, elə həmin o klinikadan söz gəlmişdi, düzün deyim sizə. Demək, yəni dünyanın heç bir yerində olmayan bir şeyi sən deyirsən ki, məndə var. Heç bir şeyə istinad eləmədin. Bəli. Dünənlər bir xəstə gəlib, həmin o klinikalardan birində gedib CD ilə, o dediyimiz həmin çöpsüz analiz verib, təmiz çıxıb gəlib yanıma, deyir, doktor, məndə axıntı var və s. origenital analizlərdə. Məndə, doktor, bunlar var, amma mən getdim analiz verdim CD-dən, məni yoxladılar, dedim, qəbrə yoxlayaq. Gəlib yoxlayıb, bugün baxıb görürəm ki, 2 dənə mikrobu var. Çünki mən ondan origenital analizi götürmüşəm. CD analizi yox, CD analizində çıxa bilməz, mümkün deyil. Mən keçən verilişimizdə dedim. Bunu heç mənim tibbi təhsilim yoxdur, doktor, mən belə bilirəm. Mən keçən dəfə verilişdə dedim. Bax, tutaq ki, kişidir, gəldi CD analizi verdi və onda tutaq ki, bunda mikrob yoxladın. Çox gözəl. Bəs qadında CD-də nətər yoxlayırsan, bu mikrobu? Ay, sağ ol. Fikrim çatır nə demək istəyirəm. Axı, kişidə elədir ki, güya, tutaq ki, 2 kanal bir yerdədir, güyadan məsələn deyirəm. Güya yox, həqiqətən belədir. Sili ilə sən güya ki, bunda mikrob yoxlayırsan. Bəs qadında necə yoxlayırsan, yaxşı. Onda qadında nə üçün yaxma yoxlayırsan? Ay, sağ olun. Əgər yaxma yoxlamırsansa, sən onu qram üsulu ilə rəngləmirsənsə və yaxud Romanovski üsulu ilə rəngləmirsənsə, ona Qarayev kamerasında baxılmırsa, sən ona diaqnozu nətər qoyursan, mümkün deyil. Yoxdur elə bir aparatura ki, CD analizinə sənə cavab versin. Yoxdur. Yəni bunu bilirsiniz,
İnsanlara aldatmaq da lazım deyil də. Özü and içirir, deyir 15 gün bundan qabaq yeyib analiz vermişəm, məndən təmiz deyiblər. Deyirəm özün görürsən ki, axıntın var, qaşıntın var, narahatçılığın var. Yəni sözümü neyisini götürürəm. Düzgün götürməyiblər də. Andrologiya elə bir elmdir ki, andrologiyanı hər yerindən duran deyə bilməz mən androloqam. Çox qəriz. Uroloq ayrı şeydir, androloq ayrı şeydir. Uroloq börək sahəsindən məşğuldur. Bəli, dermatoveneroloq, androloq, bəli, bu kompleks yanaşmadır. Çünki nə üçün mən fərqini deyim. Uroloq ancaq uroloji sahəni bilirsə, dermatoveneroloq insanın bütün hər bir şeyini bilməlidir. Çünki dəridə baş verən hər hansı bir prosesi, daxili problemin göstəricisidir. Bəli, biz onun daxilini bilmədən onun dərisini bayaq gördünüz, mən qızıl yeldən danışdım. Qızıl yeli yalandan üzünə maz sürtməklə sən onu malcı eləyə bilməzsən. Qızıl yeli malcı etmək üçün birinci onun maddələ mübadiləsi yoxlanmalıdır, qan damar sistemi yoxlanmalıdır, yəni orada ürək də yoxlanılır. Bəlkə bunun ürəyində problemi var, bunun qanın normal qova bilmir, ona görə ayağında tromboflebit yarar. Görürsünüz, bu hamısı bir-birinə əlaqəlidir. Ona görə də yanaşma düzgün olmalıdır. Biz həmişə deyirik, dermatoveneroloq, androloq. Ona görə ki, andrologiya ilə hələ sovet vaxtı andrologiya sözü olmayanda, amma andrologiya ilə məşğul olan dermatoveneroloqlar olub. Mən nəyə soruşum, doktor? Ümumiyyətlə, bu günümüzdə artıq çəki bütün dünyada olduğu kimi Azərbaycanda da çox qlobal bir problemdir. Artıq çəkinin fəsadları da çox böyükdür. Bəs artıq çəkinin bəylərdə yaratdığı fəsadlar hansıdır? Bu, istər cinsi funksiya ilə bağlı olsun, istər hormonlarla bağlı, istərsə də danışdığımız prostat problemi ilə bağlı. Demək, mən sizə düzünü deyim. Hər bir xəstəliyin özünə məxsus öz müalicəsi var. Yəni, elə hamıya standart müalicə yazasan, hamıya eyni yanaşasan. Məsələn üçün 30 yaşında da vətəndaş müraciət edə bilər, 60 yaşında da. Baxmayaraq münasibət eyni olmalıdır, amma yanaşma cürbəcür olmalıdır. Yəni, yaş fərqi var da. Bayaq söylədiyim ki, 84 yaşında kişi deyir ki, mən bu vaxtacan tabletka da qəbul eləməmişəm, amma indi ayaqlarım geriyə yanımıza gəlmir. Bunun səbəbi nədir? Axı, sən vaxtında görək, ildə heç olmasa bir dəfə bir müayinədən keçəydin ki, əgər nəsə çatışmırsa, həmin o çatışmayan elementlər orqanizmə verilsin kənardan. Mənim bir belə lori misalım var. Avtomobil işə düşmür, itəliyirlər, işə salırlar, itəliyirlər. Bunun bir dəfə akkumulyatorunu dəyiş və salam işə düşsün də. İnsan orqanizmi də budur. Yəni, məsələn, xəstə deyir ki, ay doktor, nə bilim, gecələr sidiyə dururam, filan dərmanı atıram, nə bilim, nə edirəm. Deyirəm, kişiyə bir dəfə müalicə olun. O dərmana sənin ehtiyacın olmasın da. Yəni, müalicə budur, bu deməkdir. Yəni, yanaşma düzgün olmalıdır və yaşdan fərqli olmayaraq, mən həmişə qabaq deyirdim 40 yaşından sonra, amma indi deyərəm ki, 30 yaşından sonra hər bir kəs ildə bir dəfə check-up müayinədən keçməyi məsləhətdir. Və artıq çəkinin də yaratdığı fəsadlar var, məlum məsələ. Çəki belədir. Demək, bəzi insanlar çəki olmağını öz boyunlarına almırlar. Deyir, neynim arıqlayıram, neynim zobum var, kökəlmişəm. Yalandır bunlar hamısı. Kökəlmək ancaq və ancaq olur yeməklə. Karbohidrat nə qədər çox qəbul olunsa, bir o qədər kökəlmə baş verəcək. Yadınıza gəlirsə, mən özüm vaxtıyken 165 kiloqram olmuşam. Bu efirlərə çıxa-çıxa 85'lere düşdü. Bəli, hal-hazırda bəli, 85-86 kiloqram. Amma nəyə görə? Ona görə ki, artıq çəki insanın ömrünü qısaldır. Bəzən deyirlər ki, mənim babamın 70 yaşı vardı, 150 kilo idi, amma 70 yaşında ölüb. Bəlkə arıq olsaydı 90 yaşında öləcəkdi. Bunların fərqinə baxmayaraq, o artıq çəki deyirik ki, artıq çəki insanın ömrünü azaldan bir gözə görünməz, nə deyirlər ona, canidir. Bəs bizim həyat keyfiyyətimizə, yəni bəylərin həyat keyfiyyətinə, istər cinsi funksiya problemlərinə, istər digər prostat problemlərinə nə kimi təsir göstərir doktor artıq çəki? Sizin pasiyentləriniz arasında istəyirəm şəxs təcrübənizi bölüşəsiniz. Demək, artıq çəkisi olan insanların əksərində cinsi zəiflik əmələ gəlir. Demək olar ki, 95%-də cinsi zəiflik əmələ gəlir və gəlməlidir.
Nəyə görə? Çünki artıq çəkisi olan insanlarda artıq qan təzyiqi də qalxır. Qan təzyiqi qalxan insanların 98%-də cinsi zəiflik əmələ gəlir və gəlməlidir. Siz hər zaman cinsi zəiflik mövzusunda, ümumiyyətlə cinsi funksiyanın pozulması mövzusunda həyat tərzi kimi yanaşırsınız. Yəni bu artıq sizin təbirinizcə xəstəlik deyil. Cinsi zəiflik həyat tərzinin pozuntusudur. Cinsi zəiflik xəstəlik deyil. Cinsi zəifliyi əmələ gətirən səbəblər var. Cinsi zəifliyi biz androloji problem deyirik, xəstəlik demirik. Və biz həmişə deyirik ki, androloji problemləri yaradan digər fəsadlar. Nədən əmələ gəlir? Və sizin ən çox sözlərinizin arasında sevən pasiyentləriniz var, deyirsiniz ki, istər 70 yaşında olsun, istər 50 yaşında bəylər, ümumiyyətlə insanlar həyatlarını, yəni cinsi həyata başladıqdan etibarən ömürlərinin sonuna qədər bu davam eləməlidir. Amma bizdə tendensiya var ki, yaşlı nəsildirsə artıq o cinsi həyatda olmur da yəqin. Xeyr Gülnar xanım, əgər insan ildə bir dəfə... Bu şuuraltı düşüncə var da, hamıda var ama. Şuuraltı düşüncə olsa da belə yanlış düşüncədir. Real həyat və cinsi həyat dediyimiz bir şey ki var. İnsan bu həyatı cüt yaşamalıdır. Əgər biri var, biri yoxdursa, elə bilin ki, bir ayağı var, bir ayağı yoxdur. Bir əli var, bir əli yoxdur. Yaşla bunu gəlin fərqləndirməyək. Mənim xəstəm var ki, 85 yaşı var, bu günləri normal həm real həyatını yaşayır, həm cinsi həyatını. Nəyə görə? 30 ildə o adam mənim yanıma gəlir. 30 ildə o ildə bir dəfə profilaktik müalicəsini alır və bugünkü gün real həyatını yaşayır. Amma insan da var ki, 50 yaşında deyir də artıq mən qocalmışam da, yəqin problemim var. Amma əslində elə deyil. Hər hansı bir stresə düşmüş insanlara mən məsləhət görərdim ki, əgər stresə düşüblərsə, mütləqdir ki, həkimə müraciət etsinlər. Dərhal. Çünki hər hansı bir stresin özü gələcəkdə cinsi zəiflik əmələ gətirə bilər. Mən sizə düzün deyim, istər qadın, istər kişi fərqi yoxdur. Qadınların özündə də olur ikincili frigidlilik. Yəni ki, cinsi həvəssizlik, cinsi istəksizlik, yəni cinsəl həyatı başa düşməmək. İkincili də olur, birincili də olur. İstər kişidə, istər qadında. Ona görə burada əgər hər hansı bir stres amili olubsa, mən bərk stresdən söhbət gedirəm. Gedirdi bir dənə pişik atlanıb, söhbət ondan getmir. Mən həyatı stresdən, məsələn, avtokəzaya düşüb, ailədə böyük bir stres olub, evladını itirib, xanasını itirib, atasını itirib, nə bilir və s. Yəni, bunların hamısını nəzərə alaraq söhbət gedir bundan. Yaxşı olar ki, stres yaşamış insanlar həkimə müraciət edib o stresi orqanizmdən çıxartmaq üçün hormonal müalicə alsınlar. Hormonal müalicə alsınlar, amma gözləməsinlər. Çünki bəzi hallarda məlum məsələ bu problemləri ertələyirlər. Bu sıxıntılar daha dərəli dövrlərdə daha da kəskin problemləri gətirib çıxarılır. Dəyərli izləyicimiz, qeyd eləmək istəyirəm ki, yeganə bir və dəyişilməz əlaqə nömrəmiz var ki, bütün suallarınıza şəxsən Mirzəli doktor Cəfər Quliyevin özü cavab verəcək. Hansı ki 050 747 57 57 bizim dəyişilməz əlaqə nömrəmizdir. Yeganə bir əlaqə nömrəmiz var, o da məhz elə bu əlaqə nömrəmizdir. Hansı ki aşağıda qeyd olunur. Həm sosial şəbəkə üzərindən bizi izləyə bilərsiniz, həm də sözsüz ki, canlı efirdən də ara sonra 050 747 57 57 nömrəsi vasitəsilə əlaqə saxlayıb suallarınızı ünvanlaya bilərsiniz. Doktor, suallar adətən hansı istiqamətdə olur sizə zəng eləyən zaman? Gülnar xanım, mənə bütün sahələrə müraciət edirlər. Diz ağrısı, bel ağrısı, baş ağrısı, boyun ağrısı, nə bilim... Hamısını da mükəmməl həll edirsiniz. Nə hikmətlisə, həqiqətində mükəmməl həll edirsiniz. Burada sizin həm peşəkar illərin təcrübəsi var, həm dediyiniz kimi, bax, bir problemə siz kompleks yanaşırsınız. Mən düşünürüm ki, sizin işinizin ən mükəmməl tərəfi bu kompleks yanaşmanızdan istinad götürür. Qeyd edelim ki, bizim ünvanımız da dəyişilməz olaraq qalır. Android tibb mərkəzi Mərdəkanda, Beynəlxalq Bankın düz yaxınlığında yerləşir. Koroğlu metro stansiyasından təxminən 15 dəqiqəlik məsafədir. Çünki bəzi insanlar düşünə bilər ki, Mərdəkandır, şəhərdən uzaqda işlədir. Koroğludan 140-140B avtobuslar gəlir. Çox avtobuslarımız da var. Yəni, ictimai nəqliyyatdan istifadə edib, rahatlıqla 140-140B avtobuslarından istifadə edib, rahatlıqla siz də düz Android tibb mərkəzinin qapısına gələ bilərsiniz və rahatlıqla da doktorumuza həm canlı növbədən yararlana bilərsiniz. Çünki orada daha çox canlı növbə oldu. İçməyə də qoymurlar, içəri keçməyə sağ olsun pasiyentlər və eyni zamanda əlaqə saxlayıb regionlardan gələn izləyəcəyimiz üçün qeyd eləmək istəyirəm ki, canlı növbədən də əlavə özünüz üçün qeydiyyat yeri tuta bilərsiniz. Rahatlıqla bütün suallarınızla bağlı qeyd
izlədiyimiz bu mövzular və digər mövzularla bağlı, sonsuzluqla bağlı, keçən efirdən sonra bizə sonsuzluqla bağlı müraciətlər gəldi. Sonsuzluqla bağlı da bizim istər efir məkanlarında, istər dost məkanlarımızda, istər efirdən kənar yerlərdə hər zaman tövsiyə edəcəyimiz yeganə androloji, dermatoloji mövzularda tövsiyə edəcəyimiz və etibar edəcəyimiz ünvan var, o da Mirzəli Cəfərquliyev, adı artıq bir Azərbaycan brendidir, necə deyərlər. Doktor, ümumiləşdirsək, nə cür tövsiyələr verərdiniz bizlərə və pasiyentlərinizə? Mənim bir tövsiyəm var ki, hal-hazırda yay mövsümündəyik, maye çox qəbul olunsun, əsas da su 1 litr yarım, çox lazım deyil. Amma o su mütləq qəbul olunsun ki, orqanizmdə olan maddələr mübadiləsi düzgün geçsin, qəbul etdikləri meyvələrin fruktozası orqanizmdə düzgün həzmə getsin, orqanizmdə şəkərin miqdarı qalxmasın, laxtalanma sistemi pozulmasın ki, onlarda bayaq söylədiyimiz qızılyel xəstəliyidir, nə bilim, cinsi zəifliyidir və s. trom və s. əmələ gəlməsin. Heç kimdə bu cür problemlər olmasın, olacaqsa da belə, yəni də xəstəli insanlar üçündür. Allah təki hər birimizə dərmanı olan dərd versin. Çox qısa bir fasiləmizi keçirəcək. Fasiləmizdən daha sonra isə danışdığımız fleboloji mövzularla bağlı əhatəli invaziv radioloqumuzla birlikdə damar problemlərini danışacağıq. Amma qeyd etmək istəyirəm ki, bu və digər mövzularla bağlı üst tuta biləcəyimiz adresi qeydlədik. Əlaqə nömrəmiz 050 747 57 qısa fasiləmizdən daha sonra qaldığımız yerdən davam edəcəyik. Qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edir dəyərli izləyicimiz. Artıq günlərdir anonslardan gördüyünüz üzrə qeyd etmək istəyirəm ki, bugünkü buraxılışımızda insan sağlamlığının əsas sütunlarından, dayaqlarından biri olan damar sistemi barədə danışacağıq ki, arterial və venöz problemlər, damar tıxanması, günümüzdə çox aktual həddə çatan şəkərli diabet xəstəliklərində olan damar problemləri və yanaşı olaraq da varikozla bağlı əhatəli hər birimiz həm maariflənəcək, həm də sizlərin maarifləndirilməsini oynamağa çalışacağıq ki, qeyd etdiyimiz kimi artıq hər biriniz bilirsiniz ki, Lüks Hospitaldan dəvətli, təcrübəli mütəxəssis və həkim invaziv radioloqumuz Pakizə xanım Rəcəbova studiyamızın özəl qonağıdır. Xoş gəlmişsiniz Pakizə xanım. Xoş gördük Gülnar xanım. Mən də salamlayıram. Xoş həftə sonu arzulayıram sizə. Çox sağ olun. Bayramınız mübarək. Çox sağ olun, çox sağ olun. Minnətdaram. Bəli, qarşıdan bizim tibb işçilərinin də bayramı gəlir. Həm bugün Qurtuluş günüdür, həm qarşıdan sizin peşə bayramınız gəlir. Hər ikisi üçün xalqımıza təbrik eləyirəm. Sağlam olsunlar inşallah, sağlamlıqların qeydinə qalsınlar. Gözəl günləri daha çox olsun. Ay, amin, amin. Hər zaman da siz işinizin başında olun. Çünki bizim bütün xalq olaraq hər birimizin sizə çox böyük ehtiyacımız var. Nəinki Azərbaycan daxilində, hətta ölkə xaricindən belə sizə çox sayılı müraciətlər gəlir. Amma istəyəcəm şəxsi təcrübələrinizə əsasən cavablandırasınız ki, sizcə Azərbaycan cəmiyyətində damar sağlamlığa diqqət yetirmək vərdişi günümüzdə nə qədər inkişaf eləyib? Ölkəmizdə, bəli, biz ümumiyyətlə xalq olaraq, belə deyim, biraz ertəliyənik, sabah eləyərəm, sonra eləyərəm və yaxud da fiziki aktivlik olaraq biraz digər ölkələrə baxmış, məsələn, bəzi Avropa ölkələrinə müqayisədə daha az fiziki hərəkət edən xalqlar içərisindəyik. Niyə bunu adi bir misal həmişə çəkirəm ki, yollarda bu qədər maşınlarla bağlı tıxac var. Ancaq biz heç bir parkda, stadionda fiziki hərəkət edən insanların olduğu bir yerdə bir tıxac görmürük. Orada çox az insanlar olur. Bəli, gündəlik ən azından bir yaxın bir yerə, məsələn, maşınla yox, avtobusla, hər hansı bir nəqliyyat vasitəsilə yox, piyada getmək, piyada gəzmək, açıq havada olmaq, fiziki aktivlik, bunların hamısı damar sağlamlığında çox böyük rol oynayır. Biz öz uşaqlıq dövrümüzdə baxırdıq, həm dərs başlamamışdan öncə 8-də məktəb başlayırdısa, 15 dəqiqə qalmış bizi məktəbə düzürdülər ki, 15 dəqiqə idman hərəkəti eləyirdik. Sırada hərə öz cərgəsinin qabağında dururdu, idman hərəkəti eləyib sonra məktəbə girirdik. Bu sadə 5-10 dəqiqəlik çox yüngül bir hərəkətlərdir. Amma çox həyatı vacib. Amma bəli, çünki gün ərzində məktəbdə oturaq şəraitdə qalır bu uşaq, 4 saat, 5 saat oradan çıxmır və ya böyüklər də səhər gimnastikası deyilən bir şey olurdu. Səhər yuxudan durdunuz, 10 dəqiqə, 15 dəqiqə yüngül bir hərəkətlər eləmək lazımdır ki, bu həm bədənin bütün sağlamlığı üçün, həm də əlbəttə damar sağlamlığı üçün önəmlidir. Bu damar sağlamlığı əslində səssiz
olaraq inkişaf edir, amma müəyyən siqnallar verir də bizdə həmişə orqanizmimizdə baş verən həmin o patoloji sıxıntılarla bağlı orqanizmimiz bizə müəyyən siqnallar verir. Bəs damar sıxıntılarla bağlı, damar problemlərlə bağlı hansı səssiz siqnalları biz bilə bilərik? Günay xanım, çox maraqlı bir statistika var ki, damar ayaq amputasiyalarının ayağın kəsilməsinə gətirən proseslərin ən böyük səbəbi travmadan sonraki, təbii ki, bura nəqliyyat qəzaları falan onlara ayırd eləmirik. Travmadan sonraki ən böyük səbəbi damar patologiyalarıdır. Bu ayaq amputasiyalarının. Bu xəstələrində 80%-ında ümumiyyətlə heç bir əlamət vermədən bunlar davam edir və sonda ayağın kəsilməsinə gətirib çıxardır. Lakin bir nüans var ki, xırda-xırda simptomlar verir. Lakin biz orqanizmamızı dinləmirik, o simptomlara qulaq asmırıq. Məsələn, xəstənin ayağında yara, qanqrena ilə gələn xəstələr olur. Soruşuruq, deyir ki, bəli, mən 5 ildir, 10 ildir ayağım buz kimidir. 2 qat yay-qış mən yorğanda yatıram. Ayağına isinmir və yaxud da deyir, məsələn, mən yatdığım yerdə qıcılmalar olur, sidurqa kimi deyirik, tutmalar olur. Ayağın baldırın arxa nahiyəsində bir sanki daş asılır. Evdə kimisə çağırır ki, oranı biraz masaj eləyin, açılır, ondan sonra rahatlaşır. Yəni bu onda məsələn gizli varikozun getdiyinin əlamətidir və yaxud da ayaqda keyləşmə uyuşma olur. Xəstə deyir ki, hə, mən illərdir dabanımı hiss eləmirəm və yaxud da ayağımı yerə basıram, sanki dabanımın altında bir də ayaqqabı paduşkası kimi bir şey var deyir, hiss eləyir. Elə hiss eləyir, bəli. Bu simptomlar gizli-gizli özünü biruzə verir. Ancaq nə vaxt biruzə çıxır? Xəstə deyək ki, ayağını, dırnağını kəsəndə hər hansı bir zədələnmə olsa, artıq orada qanla yaxşı qidalanmadığı üçün bu yaraya çevrilir və ardından qanqrenaya çevrilir. Və yaxud da hissiyat pozğunluqları olur bu xəstələrdə. Ayağını qaynar suya qoyur, ayaq yanır, açıq yara əmələ gəlir və ondan sonra bunun fərqinə varır ki, damar problemi var imiş. Ümumiyyətlə, bayaq statistikanı açıqladıq və ölkə üzərindən şəxsi təcrübələrinizə əsasən müəyyən bir statistikanı çıxartdıq ortaya ki, şəxsi təcrübənizə əsasən ölkəmizdə daha çox hansı damar patologiyaları ən üst səviyyədədir? Bunların bir statistikası əlimizdə yoxdur, təəssüf ki. Rəqəm olaraq deməyəcəm, daha çox rastlaşdığınız, hər gün rastlaşdığınız. Mənim praktikamda, belə deyim, xəstələr daha çox varikoz problemi ilə yaxınlaşırlar. Niyə? Çünki o damarlar çox aydın şəkildə ayaqda görsənir. Xırda kapilyarı, göy rəng, bənövşəyi rəng kapilyarı görür və ya burulğanlı, qıvrımlı, dəridən üzdə çıxmış damarları görür və o onu narahat eləyir, həkimə müraciət eləyir. Ancaq bu düzgün olmaz deyim ki, varikoz xəstələri daha çoxdur damar tıxanması xəstəliyindən. Əslində bu damar problemləri insanlar arasında belə bir mif deyək, doğru bilinən yanlış deyək. Çoxları düşünür ki, yalnız məsələn 30, 40, 50 yaşından sonra biz damar sıxıntılarımızla bağlı müəyyən müdaxilələr eləməli, yaşlanmağın xəstəliyi kimi bilinir də insanlar arasında şuuraltı olaraq. Ümumiyyətlə istəyirəm soruşum ki, bəs məsələn bizim damarlarımız sağlamdır, yaşımız da gəncdir. Hansı yaşdan etibarən damar sağlamlığı ilə bağlı ilkin müdaxilələr eləməliyik? Gülnar xanım, biz də uşaq olanda elə düşünürdük ki, ancaq yaşlılar xəstələnər, gənclərə bir şey olmaz. Bəli, heç də elə deyil. Mənim rastlaşdığım, məsələn, ən aşağı yaş 14 yaşında qız uşağını varikozdan əməliyyat eləmişəm. Çünki artıq onda çox ciddi problemlər yaradırdı, çox böyük şikayətlər verirdi. O dövrdə uşaqların müəyyən hazırlıq dönəmidir, dərs oxumaq istəyir, universitetə hazırlaşmaq istəyir. Yəni onun hər hansı bir mənfi vərdişi mi var idi, yoxsa? Yox, qız idi pasiyent. İrsi olaraq, genetik olaraq qapaq çatışmazlığı problemi var idi və damar həddindən çox genişlənmişdi. O ayaqda çox diskomfort verirdi, rahat yata bilmirdi, rahat gəzə bilmirdi, fikrini başqa bir şeylərə cəmləyə bilmirdi. Ona görə onu əməliyyat elədik. Amma əlbəttə bu o demək deyil ki, hər cavan pasiyenti əməliyyat eləmək lazımdır. Orada çox böyük nüanslar var ki, nəyə əsasən seçirik xəstəni? Göstərişlər. Məsələn, xəstə gələndə ondan daima soruşuruq
danışırıq, hamiləlik planlaşdırırsanmı, indi hamiləsizmi? Bəzən düşünürlər həkim bunları niyə soruşur qəbul vaxtı, ancaq hər bir soruşduğumuz sualın arxasında biz onun gələcəyi üçün düzgün qərar verməliyik. Adi bir misal çəkim ki, bu varikoz damarları, həmin ki üzə çıxan damarlar çox kiçik erkən mərhələdə, birinci, ikinci stadiyada olanda biz onlara əl vurmuruq. Təbii ki, bunların müdaxilə eləmirsiniz bu mərhələlərdə. Bəli, çünki onların müalicəsi yoxdur. Əlbəttə, elə bir dərman yoxdur ki, biz içək, oradakı damar ləğv olsun, digər damarlarımız qalsın. Elə bir möcüzəvi bir şey hələ tətbiq olunmayıb, tapılmayıb, belə deyim. Ancaq biz onları dəqiqləşdiririk. Çünki açıq ürək əməliyyatları deyilən əməliyyat var. Məsələn, ürəyin AKŞ deyirlər, arteriya koronar şuntulama. Burada nə edirlər? Həmin ayaqdakı o damarları ürəyə tikirlər. Biz hər gördüyümüz damarı yandırsaq, onu əməliyyat eləsək, sabah birisi gün bu xəstəyə bu damar lazım olanda tapılmaz. Ancaq bu damar həddindən artıq böyüyübsə, ki onu artıq ürəyə də tikmək mümkün olmur, 5 milimdən çox böyümə varsa və yaxud da qapaq çatışmırsa, bunların daxilində tromblaşma ehtimalı ola bilər. Sabah o tromb daha böyük fəsadlara gətirər, ürəyə atar, beyinə atar, digər orqanlara, həyati təhlükəli bir vəziyyəti görürüksə, xəstəyə çox böyük diskomfort verirsə, narahatçılıq verirsə, xəstə trikotaj corab geyinmək istəmirsə, o hallarda artıq əməliyyat seçimini eləyirik. Bu danışdığımız bayaqki amputasiyada, hansı ki ayağın topuqdan və yaxud da barmaqdan, eləcə də dizdən amputasiyası kəsilməsi, bu problemi, bu patoloji situasiyalar daha çox sanki indi mənim tibbi təhsilim yoxdur deyəməm, elə ağlımda şuraltı qalıb bu, yoxsa həqiqətən tibbdə də bu cürdürmü soruşmaq istəyəcəm, hansı ki şəkərli diabet xəstəliklərində daha çox rast gəlinir. Düzdürmü bu amputasiya problemləri? Hansı ki, ümumilikdə istəyəcəm soruşum sizdən ki, şəkərli diabet xəstəliklərində damar problemləri tez-tez rast gəlinən sıxıntılardan, patoloji hallardan biridir ki, bu xəstələr damarlarını qorumaq üçün gündəlik həyat tərzlərində nələrə diqqət eləməlidirlər? İstər qidalanmasında, ümumiyyətlə şəkərli diabet xəstəliklərini əziyyət çəkən insanların damar sağlamlığı haqqında maarifləndirin bizi. Şəkərli diabet xəstəliyi bizim üçün çox böyük, mənim üçün məsələn 21-ci əsr bəlası olaraq gələn bir şeydir. Çünki belə deyim, öd kisəsində daş var, gedirsən əməliyyat edirsən, çıxardırsan, bu qorxulu bir şey deyil. Ancaq şəkərli diabet xəstə ilə ömür boyu davam edən və hələ ki tam müalicəsi tapılmayan bir həyat tərzidir. Ona görə də bu xəstələrdə şəkərli diabet ilk növbədə damarları zədələyir. Bu damarlar xırda və böyük damarlar olmaqla iki yerə bölünür. Xırda damarlarımız haradır? Ayağın çox distal aşağı hissələrində baş barmaq və digər barmaq damarları, göz və böyrək damarları, çox xırda damarları zədələyir. Xəstədə ona görə görməyində də problem yaranır, bir mərhələdən sonra böyrəyində də və ayağında da. Bu xəstələr damar sağlamlığı üçün ilk növbədə əgər 5 ildən, 10 ildən artıq şəkərli diabet xəstəsidirsə, mütləq Doppler müayinəsi olmalıdır. Həm zərərsizdir, həm daha qısa müddətli icra olunur. Bu, onda damarların nə dərəcədə tutulmasını və ya açıq olmasını göstərən ən rahat metoddur. Şəkərli diabet xəstələri xüsusilə ayaq damarlarına xüsusi önəm verməlidir. Çünki onlar dediyim kimi 80% bu xəstələrin heç bir əlamət vermədən davam edir. Xəstə deyir, mənim ayağımda damar görsənmir, elə bilirlər ki, ancaq üzdə nəsə görsənməlidir, olmalıdır və yaxud da ayağım qaralmayıb və s. və s. Ancaq şəkər hər dəfə yüksəlməsi damarın içində xırda bir zədə buraxır. Əgər xəstə qidalanmasına önəm vermirsə, təzyiqi yüksək olursa, çox yağlı qidalar qəbul edirsə, bu damarların içi zaman keçdikcə zədələnir. Diabet xəstələrində bir də fərq nədir ki, həm də insulin də çatışmadığı üçün bu xəstələrdə, onlarda bizdə hər gün əlimizdə, ayağımızda bir yara əmələ gəlir bizim. Ayaqqabı ayağımızı vurur və ya əlimiz bir bıçaq zədəsi alır və s. Ancaq bizdə bu 2 günə, 3 günə sağalır. Çünki bizim bədənimizdə insulin var, o dərinin təzələnmə, regenerasiya qabiliyyətinə kömək edir. Ancaq şəkərli diabet xəstələrində insulin olmadığı üçün həm regenerasiya çətinləşir, həm də damar tıxanması olduğu üçün yaraya qan normal gəlib çata bilmədiyi üçün qanqrena və digər xəstəliklər daha tez baş qaldırır.
Necə bəs qulluq eləməlidirlər həmin şəkərli diabet xəstəlikləri özlərinə, damarlarına ki, gələcəkdə amputasiya kimi problemlər rastlaşmasınlar? Yara üçün əlbəttə biz damar həkimləri olaraq yara qulluq qaydalarına xəstəyə məsləhət verə bilirik. Ancaq bununla sırf məşğul olan yara həkimləri var. Bəli. Yara baxım mərkəzləri var, xüsusi həkimlərə göndəririk. İlk növbədə damarlarının onlarda Doppler olunmağını istəyirlər. Damarda hər hansı bir tıxanıqlıq varsa, anju deyilən metod var. Onunla giririk, balon və ya stent qoyaraq damarın içərisinə damarları açırıq ki, orada yenilənmə, qan yaxşı işlədikcə yaranın sağalması ehtimalı artır. Qan yaxşı işləyəndən sonra artıq üstdə olan prosedurları yara həkimləri müəyyən mazlar, tabletkalar yazaraq müalicə edirlər və mütləq yara baxımları üçün belə deyim ki, evdə qonşudan eşitdikləri, nə bilim, hansısa bitkinin qabığını qoy, kökünü qoy, dəmlə, iç, neynə, bu şeylərlə vaxt itirməsinlər. Çünki İlkin müdaxilə çox önəmlidir həmin o. İlkin müdaxilə ixtisaslaşmış həkim tərəfindən olmalıdır. Ondan sonra artıq yaranmaması üçün profilaktik məqsədlərlə o şeylərə önəm verə bilərlər. Keçən həftə bir pasiyent gəlib, məsələn, ağır şəkəri var. Xalq təbabətində belə bir üsul var, çərtirlər orada ayağı. Neçə yerdən çərtiblər və ayağa infeksiya düşüb, o yara böyüyüb, bütöv baldır nahiyəsi qapqara gəlib ki, bu xalq təbabəti üsulundan sonra olan bir şeydir də. Əlbəttə, yəni sterillik də çox önəmlidir. Bu xəstələrə deyirik ki, dırnağınızı tutanda, xüsusən özünüz yaşlı adamlarsınız, görməyə bilərsiniz, evdə kimdənsə xahiş eləyin, alətləriniz təmiz olsun, ayağınızı isti bir vannaya qoymaq istəyəndə mütləq birinci əlinizlə yoxlayın, çünki hissiyatınız olmaya bilər, çox qaynar bir suya qoyarlar, ayaq yana bilər, bəli. Yaraya qulluq eləyən insanlar mütləq əlcəklə, steril əlcəklərlə işləməlidirlər. Əlbəttə, bu biraz tələb, vaxt tələb eləyir və qulluq tələb eləyir. Yaşlıların da yanında bir ətrafında olan insanlar bu period üçün həmin insanlara kömək eləməlidirlər hər baxımdan. Mən bir məqamı qeyd eləmək istəyirəm proqramımızın bu yerində. Çünki bizim verilişimizi istər paytaxt Bakıdan, istər regionlarımızdan izləyən dəyərli izləyicilərimiz var ki, bütün regionlarımıza qucaq dolusu sevgilərimizi göndəririk və qeyd eləmək istəyirəm ki, əziz dəyərli izləyicimiz, özümüzə gələn həftənin şənbə, bazar günləri, yəni 21 və 22 iyun tarixində dəyərli Pakizə xanım Rəcəbova, dəyərli invaziv radioloqumuz region səfərləri olacaq, hansı ki, müəyyən məhdudiyyətlərdən dolayı, maddi və yaxud da fiziki məhdudiyyətdən dolayı paytaxt Bakıya, Lüks Hospitala gələ bilməyən, Lüks International Hospitala gələ bilməyən izləyicilərimizin hər birinə qeyd eləmək istəyirəm ki, 21 iyun tarixində İmişli rayonunda yerləşən Medisan Tibb Mərkəzinə, 22 iyun tarixində Şamaxı rayonunda yerləşən Medsun klinikasında səhər saat 10-dan ta sonuncu pasiyentə qədər bütün növ danışılan mövzularla bağlı, yaxud da qeyri-mövzularla bağlı rahatlıqla müraciət edə bilərsiniz. Qeyd olunan tarixlərdə, qeyd olunan ünvanlarda mütləq öncədən qeydədən keçməyiniz şiddətli tövsiyə olunur və qeydiyyat üçün yeganə əlaqə nömrəmiz var. Aşağıda qeyd olur, mən də şifa olaraq səsləndirim, sevə-sevə, hansı ki 099 mobil operatordan 599 99 92 nömrəsi bizim dəyərli Pakizə xanım Rəcəbovanın əlaqə nömrəsidir. Odur ki, siz hal-hazırda əlaqə saxlayıb, elə üzümüzə gələn həftənin 21-22 iyun tarixlərindəki qəbullardan yararlana bilərsiniz. Qeyd etdiyimiz kimi, məsələn 22 iyun tarixində biz Şamaxıdayıqsa, nəinki Şamaxıdakı bizim dəyərli izləyicilərimiz, eyni zamanda İsmayıllıdan, Ağsudan, yəni Şamaxı ətrafı regionlardan, kəndlərdən, şəhərlərdən də rahatlıqla bu qəbullara yararlanmaq istəyənlər var və mütləq öncədən qeydiyyatdan keçməyiniz tövsiyə olunur dəyərli izləyicimiz. İstər İmişlidə, istər Şamaxıda, istər digər region səfərlərinizdə, adətən regionlarda paytaxtla müşahidə, fərq olaraq da paytaxtla müqayisədə nələri müşahidə edirsiniz? Əlbəttə, əlçatanlıq önəmlidir. Deyək, Bakıda, məsələn, daha böyük şəhərlərdə biz çox seçimimiz var ki, xəstəxana seçək, həkim seçək bu müayinə üçün. Ən bəsit bir müayinə deyim, Doppler müayinəsi üçün Bakıda gedə biləcəyimiz bir çox mərkəz var. Ancaq mən getdiyim rayonlarda, məsələn, İmişlidə, Şamaxıda, oranın rayon xəstəxanalarında da bu cihaz və bunu üzrə mütəxəssis həkim olmadığı üçün tələbat var deyə mən o rayonlara gedirəm. Yəni, Doppler müayinəsi ultrasəs müayinəsindən bir daha üstün metoddur və bunun üçün xüsusi cihazlar olmalıdır.
olmalıdır. Ən son nəsil UZI cihazları, ultrasəs cihazları olmalıdır. Onlarda əl çatanlıq biraz gec olduğu üçün, məsələn, mən bir aydan bir gedirəm, hər ay sonu gedirəm ora. Pasiyent ola bilər ki, bir həftə, 2 həftə hansısa həkimin gəlməyini gözləyər. Bəzən telefonla əlbəttə hər xəstəyə nömrəmi verirəm ki, mənlə əlaqə saxlayın. Təcili bir hal olduqda mütləq Bakıya gəlməyini təcili istəyirik ki, burada baxaq, yerindəcə müayinə edək ki, vaxt itirməsin. Çünki hər itirilən gün bəzən amputasiyanın yerini belə bəlirləyir. Çünki erkən mərhələdə bunu bir barmaq itkisi ilə yola verə bilirsə xəstə, daha gecikmiş mərhələlərdə dizüstü və ya bütöv ayağının itirilməsinə gətirib çıxardır. Bu mövzuda əslində az diqqət edilən, amma nəinki Azərbaycan, bütün dünya olaraq daha çox danışıb maariflənməli olduğumuz, maarifləndirməli olduğumuz bir məqama istəyəcəm diqqət çəkək. Hansı ki, bu tütün məhsullarından istifadədir. Bu mövzu haqqında istəyəcəm məlumat verək ki, tütün məhsullarından istifadə edən şəxslərdə yaranan damar problemləri və bu mövzulardakı kritik məqamlar hansılardır? Bəli, damar tutulmasının bir səbəbindən biri də tütün istifadəsidir. Çox təəssüf ki, ayaq amputasiyalarına ən çox rast gəldiyimiz insanlar məhz tütün istifadəsi edən yaşlı insanlardır. Yəni təcrübənizdə belə bir hal baş veribmi ki, tütün məhsulları istifadə edir deyə amputasiyaya gedir? Bəli, niyə? Çünki bunlarda Burger xəstəliyi deyilən bir xəstəlik formalaşır. Əgər pasiyent çox gənc yaşından, 13, 14, 15 yaşından tütün istifadəsinə başlayırsa, orqanizm inkişaf edir, ancaq damar onun kimi inkişaf edə bilmir. Bu damarların içindən o kimyəvi zəhərli maddələr dövr etdikcə damar inkişaf edə bilmir və müəyyən yaşa gəlib çatdıqda, artıq 30-35 yaşda biz o insanların damarını çəkib baxırıq ki, böyük magistral damarların heç biri yoxdur. Heç bir damar qalmayıb artıq. Sadəcə xırda, kollateral dediyimiz xırda qıvrımlı damarlarla ayaq özünü, belə deyim, müdafiə sisteminə keçib özünü saxlamağa çalışır. Ancaq bu əlbəttə ki, ana damar kimi, əsas damar kimi öz funksiyasını yerinə yetirə bilmir. Və bu xəstələrdə əsas simptom necə bilə bilirlər? Normalda biz 5 kilometrdə bir dəfəyə rahat gəzə bilməliyik. Əgər pasiyent deyirsə ki, mən 50 metr gedəndən sonra, 100 metr gedəndən sonra əyləşib oturmaq istəyirəm, ayağım məni aparmır. Sanki baldırımın arxasından bir ağrı başlayır. Otururam, təzədən ayağa qalxıram, yenə 100 metr gedirəm və yaxud da 200 metr gedirəm. Bu artıq onda böyük damarlarda bir problem olduğunun göstəricisidir. Bu özə neçə metr getməsi o damarın hansı səviyyədə və neçə damarın tutulmasını göstərir. Elə pasiyent var, ən ağırlarında ümumiyyətlə 50 metr gedə bilmirəm deyir. Amma 500 metr, 200 metr getmək normal bir şey deyil. Bizim mətbəximizin, yəni Azərbaycan mətbəxinin bu qədər belə naz-nemətlərlə bol və biraz daha bir xeyli kalori olduğunu nəzərə alaraq Azərbaycanda insanların çoxu xolesterindən əziyyət çəkdiyini bildirir. Yəni artıq çəkidən, diabetik problemlərdən və digər bu kimi buna bənzər sıxıntılardan, buna əlaqədar problemlərdən ki, damar tıxanmalarının xolesterinlə əlaqələndirdiyimiz təqdirdə əsas hansı məqamları qeyd eləməliyik? Yəni burada müəyyən bir artıq çəkinin rolu varmı və yaxud da günümüzdə çox aktual olan stressin damar tıxanıqlığı ilə bir əlaqəsi varmı? Var, əlbəttə var. Xolesterin yüksəkliyi bu xolesterin qanda dövr edir və gedib böyük və ya kiçik damarların divarına bir müddətdən sonra yapışır. Və o yapışdığı yerdə nə edir? Damarın diametrini azaltmış olur. Məsələn, təsəvvür edək ki, bir damarımız var və onun 50% qədərini hansısa bir xolesterin tərkibli bir plak tutub, bir hissəcik tutub. Bu insan adi vaxt onu hiss eləmir. 50%lıq deyək ki, bir daralma verib, beyin damarıdır məsələn verib. Bu xəstə adi vaxt onu hiss eləmir. Sonra anidən deyək ki, xəstə hirsləndi, stres keçirdi. Bu zaman nə olur bizim? Damarlarımız yığışır, daralır. Normal insanda əgər bu 100%lıq damar daralanda onun 50%-dən qan normal işləyir. Ancaq bunun 50%-ə qədəri artıq hansısa bir xolesterin tərkibli bir şeylə tutulubsa, bu 50% qalan damar da stres vaxtı daraldığı üçün, məsələn, xəstə deyir ki, anidən hirsləndim, əlim, qolum boşaldı, uyuşdum, qaldım, ağzım əyildi. Ani bir şey olur təzyiq qalxmasından. Bəli. Sonra təzyiq üçün bir dərman verirlər, təzyiq aşağı salırlar. Bu əlamət, insulta oxşayan əlamətlər keçir. Ancaq bu artıq göstəricidir ki, xüsusən də
hirslənəndə məsələn ağarır. Bəzi insanlar deyirlər ağarır, bəzisi qızarır. Məsələn bu ağarma ona bağlıdır ki, damarlar onlarda daralmağa meyllidir. Bu cür insanlar xüsusən damar sağlıqlığı üçün onları mütləq yoxlatmalıdırlar. Əgər belə bir əlamət olursa, əlim ayağım boşaldı, əlim uyuşdu, hiss eləmədim heç nəyi, bir tərəfim qurudu. Yəni bunlar artıq damar tıxanmalarının səbəbidir və belə xəstələrin əksəriyyətində də xolesterin yüksəkliyi bunlara gətirib çıxardır. Bu danışdığımız mövzularla bağlı müəyyən bir həyati təhlükələr var da, məlum məsələ, hansı ki, deyirsiniz ki, müəyyən xolesterinlə bağlı tutulur, əsəbləşməsində biraz da tutulur və orada yəni qan axımı getmir, müəyyən qısa müddət deyil, bəli. Təzyiq aşağı düşəndən sonra bərpa olacaq. Olur da artıq olar. Bu tromboemboliya deyil. Bu daralmanın fonunda daha da daraldığı üçün qan işləmir. Bunun bir variantı da var, əlbəttə tromb ata bilər. Bəs damar tam tıxananda orqanizm üçün hansı həyati vacib, həyati təhlükəli sıxıntılar ola bilər? Bu trombun hara atdığından çox asılıdır. Məsələn, ayağa atırsa, ayağa qan işləmir artıq. Bu zaman ayaqda onun simptomlarını görərik biz. Ayaq buz kimi olar, xəstə deyəcək ki, anidən birdən-birə buz kimi oldu. Sonra bir gün, 2 gün içində rəngi qırmızıya, bənövşəyiyə çalır və ondan sonra göyərib qaralmağa başlayır. Bu beyinə atarsa insult əlamətlər olar, xəstə anidən huşunu itirər, yıxılar. Ürək damarına atarsa sinədə kəskin göynədici ağrı olar. Bəzən bu xəstələr mədə ağrısı ilə belə bunu səhv sala bilirlər. Elə bilir ki, mədəsi ağrıyır, sinənin arxasına, qola ağrı vurur. Ancaq trombun atdığı yerlər çox önəmlidir. Qızmar günəşli yay mövsümünü yaşayırıq və bəzi insanlarda bu mövzularla bağlı doğru olmayan yerlərdən və yaxud da qohumdan, əqrəbədən, qohum-qonşudan bu mövzularla bağlı müəyyən yanlış düşüncələr var ki, istəyəcəm peşəkar olaraq siz bu mövzunu ümumilikdə cavablandırasınız. Hansı ki, varikoz problemi olan insanların yayda, isti havada əməliyyat eləmək olmaz düşüncəsi var. Sanki bu mifdir də hər birimizin ağlında. İstəyəcəm bunu bir açıqlayasınız. Həqiqətən də sizə gələn müraciətlər arasında bu cür düşünən insanlar olurmu? Ümumiyyətlə bu cür fikirləşməyin nə dərəcə doğrudur? Bəli, belə düşünən insanlar var. Lakin burada əməliyyat qərarı verilməsi üçün fəsildən daha çox əlbəttə xəstənin ağırlıq dərəcəsinə baxmalıyıq. Əgər xəstədə bu dəqiqə aktiv tromboflebit dediyimiz venaların trombu varsa, venanın daxilində bir tromb kütləsi varsa, biz onu gözləyə bilmərik ki, payız gəlsin, ona hər hansı bir müalicə tətbiq eləyək və ya əməliyyat edək. O tromb oradan yay dövründə deyək ki, damarın içini tamamilə tromb tutub. Ancaq isti havada, istidə bu damar genişlənir. Bu damar genişləndiyi vaxt tromb genişlənə bilmir amma onun içində. Damarın içini tutmuş tromb kütləsi genişlənmiş damarın içində üzən formaya çevrilir. Bu üzürsə artıq bu tromb, bu isti havaya görə yarandığı üçün bu hər an ürəyə, beyinə ata bilər. Ona görə nə edə bilərik? Bunu mütləq ki, zaten yay dönəmində bunu yay gəlməmiş məsləhət olardı, amma yaydısa belə əməliyyat edirik ki, çünki belə deyim, bölgələrdə məsələn hər evdə soyuducu sistem yoxdur, insan da həyətə çıxır, içəri gəlir və yaxud da işi elədir ki, isti şəraitdə işləyir, un məmulatları bişirirlər və yaxud da fabrik zavodda işləyir. Yəni insanın iş şəraiti, yaşayış şeyi çox asılıdır, bəli. Əslində bu danışdığımız varikoz problemləri düzdür. İndi biz xanımlar olaraq yəqin ki, bəylərdə də bu cür sıxıntılar var, amma xanımlar qədər deyil, çünki onlar məlum məsələ, biz daha çox ətəkdə görürük ki, damar problemləri var. Yəni bu təkcə estetik yöndən yanaşacağımız bir əməliyyat deyil. Bu bizim həqiqətən də həyati vacib, həyati təhlükəli ola biləcək bir sıxıntılarımızdan qurtulmağımız deməkdir ki, istəyəcəm, bax, sağlamlıq üçün zəruri əhəmiyyət daşıması haqqında da sonda bir ismarıcı verəsiniz, insanları maarifləndirəsiniz ki, bu varikoz problemləri yalnız görüntü üçün deyil, vurulan damarlar üçün və yaxud da estetik görünməyən ayaqlar üçün deyil, eyni zamanda sağlamlıq üçün vacibdir. Bəli, bu bir tərəfdən sevindirici haldır ki, heç olmasa o görünür deyə həkimə müraciət eləyir, amma onun altında daha böyük də problemlər aşkar eləyirik. O üstdə görünən onun kiçik bir hissəsidir. Əslində dərindəki damarın necə böyüdüyünü, onun qapaq çatışmazlığı olub-olmadığını bu yollarla aşkarlayırıq. Ancaq əlbəttə bunlar estetik problemdən çox sağlamlığa ziyan olan bir şeylərdir. Çünki xəstənin ayağında çoxlu qıvrımlı damarlar varsa,
bu qanın orada ləngiməsini göstərən bir şeydir. Qan əgər orada ləngiyirsə, orada sirkulyasiya getmir və orada bu bir müddətdən sonra artıq yanma hissi, çünki karbonla zəngin çirkli qan orada qalır və oranı zədələyə bilir. Ona görə də varikoz xəstələrinin 3-cü, 4-cü mərhələsindən sonra biz topuq nahiyədə göyərmələr, çoxlu xırda kapilyarlar, qaralmalar, hətta sulu yara şəklində açılmalar görürük. Bu artıq onların ağırlıq dərəcəsinə bağlıdır. Və bu skleroz hissəsi var ki, bu xırda damarları sklero elətdirmək üçün gəlirlər pasiyent. Ağmayə səhv eləmirəm. Köpük terapiyası, bəli. Məsələn, o proseduru biz yayda eləməməyə çalışırıq. Çünki yayda eləmək olmaz dedikləri əslində odur. Çünki o damarlar günəş şüası dəyəcəksə o vurduğumuz yerlərə, dərman vurduğumuz yerlərə, onlar pigmentasiyalaşa bilər və rəngi tündləşə bilər. Dəyərli invaziv radioloqumuz Pakiza xanım Rəcəbova dediyi kimi fəsillə əlaqəli heç də özünüzü, sağlamlığınızı ertələməyin. Əsas sizin probleminizin, bizim problemimizin ağırlıq dərəcəsindən ibarətdir ki, qeyd etdiyimiz kimi paytaxt Bakıda Lux International Hospitalda qəbulların yanı sıra həftə sonlarını da sizin sağlamlığınızın keşiyində qalmaq üçün Pakiza xanım Rəcəbova 21 və 22 iyun tarixlərində region səfərlərində olacaq. Hansı ki 21 iyun tarixində İmişli rayonu Medisan Tibb Mərkəzi, 21 iyunda daha doğrusu İmişli rayonu Medisan Tibb Mərkəzində, 22 iyun tarixində isə Şamaxıda yerləşən Medsun klinikasında səhər saatlarına sonuncu pasiyentə qədər doktorumuz qəbullarda olacaq. Qəbullardan yararlanmaq üçün mütləq öncədən qeyddən keçməyiniz tövsiyə olunur. Bu və digər mövzularla bağlı istiqamətlənə biləcəyiniz yeganə adres həm sosial şəbəkə adresimiz, həm də 099 599 99 92 nömrəsi sizlərin xidmətinizdədir. Özünüzdən və damarlarınızdan müğayyət olun. Çünki bu sizin üçün həyati vacib orqanlarımızdır. Düzdürmü Pakiza xanım? Sizdən sonunda bir tövsiyə istəmiş olsaq? Bəzən ayağı unudulmuş orqan sayıram mən. Çünki bütün orqanlarımız üçün, məsələn, qaraciyərimi gedim uziyə saldırım, ürəyimi EKG elətdirim, beynimi yoxlatdırım deyirlər. Amma ayaq biraz gec yada düşür. Ancaq bütün üzvlərimizi üstündə saxlayan orqanımız, daşıyan orqanımız ayaqdır. Ona görə ən azından bir gigiyenik qaydalara riayət etsinlər, ayaqla bağlı qulluq qaydalarına riayət etsinlər və belə deyim, əgər hər hansısa bir düşünə bilərlər ki, maddi sıxıntı var, mən hələ gecikim filan. Biz hər bir halda xalqımıza, millətimizə kömək eləməyə hazırıq. Ona görə də bu şeylərdə bizə müraciət edə bilərlər. Tibbi sığorta mövzularla bağlıdır. Bəli, əməliyyatlarımızı da sığorta paketi ilə eləyə bilərik. Yəni düşünməsinlər ki, özəl klinikadır, mən sonra gedərəm, başqa vaxt eləyərəm. Hər bir baxımından xalqımıza kömək eləməyə hazırıq. Çox dərin təşəkkür edirəm sizə Pakiza xanım, sizə və klinika rəhbərliyinə söz ki, bu təşəbbüsünüzə görə ayrıca bir təşəkkür düşür. Sözün əsl mənasında qeyd edeyim ki, ölkə üzrə ən tələbatlı invaziv radioloqlarımızdan olan Pakiza xanım Rəcəbova ilə studiyamızın özəl qonağıdır. Gözəl mövzuların sona doğru çatdıq. Necə deyərlər, özünüzdən və ayaqlarınızdan müğayyət olun, damarlarınızdan müğayyət olun. Xudahafiz, gələn həftəyə qədər hələlik.